6 sotda, bəli. 6 sotda bir dənə kupçalı çıxarmışam sizə. Qiymət çox əla. Otaqlarını indi göstərəcəm. Bəli, təmirlidir. Yaşayış var hal-hazırda içərisində. 6 sotun içərisində kupçalı ev neçə olsa yaxşıdır. Qiyməti deyirəm əvvəlcədən 35 minə. Real alıcı endirim də var. Qazı, suyu, işığı, hamısı var yaşayış üçün. Bir evdən tanış olaq. Həyəti göstərək, sonra keçib evi göstərəcəm. Sənədli sübutlu ev istəyənlər üçün ideal variantdır. Tam fərdi yaşayış kupçasıdır. İçində ev də var. Torpaq qiymətinə ev verilir. Yəni 6 sotun içərisində ayrıca bağı var. O daş düzülən yerə qədər bunun həyətidir. 6 sotlu ümumilikdə. Yəni şotçukları qaydasındadır. Hər şey var da, var bu evdə. 6 sota görə ideal variantdır. Yəni bugünkü gündə 6 sotda kupçalı 35 minə ev çətin tapılır. Çölünə əl gəzdirsin. Məncə 3000 pul qoysun, qəşəng təmir edə bilərsən. Yəni qiymətinə görə gözəl variant. Bir dənə gəl evin içərisindən tanış eləyək. Real alıcıya endirim evin üstündə olacaq. Sənədli sübutlu evə görə yaxşı variantdır. Bugünkü gündə torpağı 5000-dən vursun, 6-5-in 30 min eləyir. Şotçuklarda elə 5000 tutacaq. Haradasa elə torpaq qiymətinə satılır. Ev heç pul almır. Bir dənə burada 2 dənə təmirli burada qəşəng otağıdır. Bir mətbəx, bir otaq. Baxın. Buradan gəldi. Bir dənə burada qəşəng otaqdır. Təzə təmirdir. Qoşa, daşdır. Wi-Fi-nə kimi var. Burada bir dənə səliqəli aboylu otaq. Gördünüzlər. Burada da gəldi. Bir dənə burada mətbəxdir. Mətbəx də genişdir. Baxın. Burada da bir dənə mətbəxdir. Bu ev burada qurtarmır ha. Elə evin qalanı oradadır. Burada da təmiri hamam sanuceli var. Kafel zadı vurulub. İndi 2 dənə kafel satılır. Onu da özünüz alıb vurarsınız. Yəni qiymətinə görə gözəl variantdır. İndi evi əsas evə keçək. Onu da göstərək. Yəni bu evdə variantlar var da yəni. Baxın. Bura balkonudur, plaşatkasıdır. Burada da gəldi. Bir dənə burada köhnə evlər vardı. Onlardandır. Yəni yaxşıdır valla. Bugünkü gündə sənədli evə görə 2 daş, 3 daş tikilib. Ev buz kimidir. Hava qaynayır çöldə. Ev buz kimidir. Yəni yaxşı. Burada nədir? Aça biləcəm. Bir dənə də burada düşərim aşağı. Bu dənə də burada otaqdır. Prosta bu təmirsizdir. Buna gərək düzəldəsə, amma geniş otaqda, balaca otaq deyil. Yəni bu qiymətə görə özünüz də bilirsiniz ki, bugünkü gündə heç nə eləmək olmur. 35 minə bu boyda sənədli torpaq alırsan elə az torpağın pulu eləyir. Əlaqə saxlayın. Yəni plus qabağında da həyəti var. İndi daha onu göstərmədim. Gələndə inşallah özünüz baxarsınız. Əla variantdır. Qaçırmayın. 35 min nə verirlər? Heç nə. Sağ ol, var ol.